Məhz Azərbaycan tarixi 5-ci sinif kitabının müəllifi Leyla xanım Hüseynovanı dəvət edirəm studiyamıza. Buyurun. Əskər Quliyev Təhsil Nazirliyi Nəşriyyat Şöbəsi Müdür Müavini. Buyurun, hər vaxtınız xeyir. Buyurun, əyləşin. Və daha bir neçə qonağımız var ki, onları da mən dəvət edeyim. Tarix elmləri namizədi Kamran Əsədov. Buyurun. Və təbii ki, bizim Ağıl Dəryasının əməkdaşlarını, onlar da artıq neçə mövsümdür ki, bu işlə məşğullar, yəni artıq Maşallah məktəbin kursunu yaxşı bilirlər. Gəlin, Elçin buyur. Və Murad, təbii ki, Murad yaxdan çıxmaz. Hər vaxtınız xeyir, xoş gəlmişsiniz. Buyurun, mikrofonu götürün. Xoş gördük. Hava soyuqdur, çay üçün biraz qızışın, söhbətimiz də düzdür, mən belə baxım. Xoş gördük, əhval necədir? Tamaşaçılar deyəsən yorulublar. İndi qızışarlar, tələsməklə, problem yox. Siz necəsiz, vəziyyətiniz necədir? Çox sağ olun, minnətdaram. Tək salamat olasınız və sizə xüsusilə minnətdarlığımı bildirmək istəyirəm Leyla xanım. İş arasında ki, adətən belə məqamlar olanda söhbət tək kitabdan getmir. Hansısa bir məqamı üzə çıxardanda, sonra həmin şəxsi axtaranda həmin şəxsi tapa bilmirik. Amma Leyla xanım özü bizə müraciət edir ki, mən bu ilə bağlı danışmaq istəyirəm. Ona görə də xüsusi minnətdarlığımızı bildirirəm və bizdən gizlənən bəzi kişilər xanıma baxıb o cəsarətin nə olduğunu görsünlər. Nə olur olsun, bilmir hansı söhbətlər gələcək, amma hər halda düz gedir. Bəli. Və düzdür, bu günlər bizim qonaqlarımız şagirdlər olmalıdır, iş arasında niyə yoxdur, onun da bir səbəbi var. Artıq Təhsil Nazirliyi məktəblərin dərs vaxtını məktəbdən çıxmasına qadağan qoyub, düz eləyib. Həqiqətən düz eləyib və onlar əslində qalsa bu verilişə gəlməkdənsə daha yaxşı olardı ki, oxusunlar və onun müqabilində elə şagirdvarı, Elçinlər, Murad hər dəfə yadımdan çıxır. Amma hər halda kifayət qədər üzr istəyirəm ona görə. Hər dəfə mənə gəlir ki, şagirdlər qədər də sizə, şagirdlərdən daha çox bilirsiniz, bəlli məsələ. Və təbii ki, Təhsil Nazirliyindən Əskər müəllim bu günlər bizim studiyamızın qonağıdır. Əskər müəllim də istisna olunmur ki, top atəşinə tutun, istisna olunmur. Müəyyən məqamlar var ki, onları da sizdən mən mütləq öyrənməliyəm və Kamran müəllim də bəlli məsələdir. Könül sizi görən kimi fikirləşdiyi tarix elmləri namizədi genəldə bir yaşlı kişi təsəvvür edirdim. Amma cavan oğlan gördüm. Çox sağ olun, təşəkkür. Belə. Və indi başlayırıq elə ən birincisi. Elçin, məzunlarla işləyirsiniz, şagirdlərlə işləyirsiniz və bəlli məsələ ki, onların veriliş arxasında bir söhbət edirsiniz. Onları imtihana çəkəndə hansı səhvlərin şahidi olursunuz? Hansı səhvləri, hansı məqamda daha zəifdirlər? Və yaxud onlar uşaqlar özəldirlər ki, filan şey bizə düz belə deməmişlər, belə demişlər. Hansısa bir tədrisdə, hansısa bir səhvlərə yol verdiklərindən onlar bunu bilmirlər. Faktlar var əlimizdə. Bəli, əvvəla hər birinizi xoş gördük, salamlayırıq, dəvətinizə görə təşəkkür edirik. Artıq nə az, nə çox 5 mövsümdə Ağıl Dəryasında uşaqlarla söhbət edirik. Çəkilişdən qabaq, istərsə də çəkiliş zamanı, hətta oturub rəhbərlik səviyyəsində verilişlərə baxanda belə bir şeyin şahidi oluruq ki, belə deyək də, biz uşaqlardan həmin 11-cilərdən 8-10 yaş yəni özümüzdən götürürük böyüyük və siz isə ən azı 15-20 yaş böyüksüz onlardan. Onların bugün keçdiyi tədris sırf belə deyək ki, uşaqlar Məhəmməd Əmin Rəsulzadədən, Əbülfəz Elçibəydən, onların və digər Ayaz Mütəllibov olsun, müxtəlif şəxslər var ki, onların tarixi hakimiyyət dövrü ilə bağlı olduqca çox dayaz, kəsat biliklərə maliklər. Belə deyək ki, səthi tədrisin qurbanları mı deyək, doğru olsun, yoxsa səthi tədrisə malikdirlər. Amma sırf son 10 ili, 15 ili daha təfsilatı ilə bilirlər. Son 10-15 ili. Son 10-15 ili. Yeni. Ən yeni, amma
misal üçün, mən çox istərdim ki, 1987-ci, 88-ci ildən 1993-cü ilə qədər çox mühüm hadisələr var ki, mən sözün açığı belə deyək də, bunları Müşahi müəllimin ən yeni tarix verilişində bir tamaşaçı olaraq, köməkçi olaraq gəlirdim, o verilişə izləyirdim. Bu prosesləri mən, yəni bu silsilə şəklində nə qədər özü də bilirsiniz ki, neçə veriliş getdi. Orada görürdüm ki, burada həddindən artıq informasiyalar var ki, çox mühüm informasiyalar. Anladım. Lazımsa faktlarla veriliş ərzində söyləyə bilərik. Mütləq qalacaq, təbii ki. Murad, sizdə bir mövzu oldu, dərsliklər. Bəli. Dərsliklər mövzusu olmuşdu. Orada da müəyyən dərsliklərdə olan səhvlərlə bağlı bir çox məqamlar üzə çıxır. Ən çox hansı dərsliklərdə səhvlər üzə çıxır? Ən çox tarix fənnində çoxlu səhvlər olur və bayaq Elçin vurğuladı ki, şagirdlər 87-ci ildən 93-cü ilə qədər olan hissəni kəsad bilirlər. Ümumiyyətlə, bugün müasir Azərbaycan gəncinin savadında bir dayazlaşma gedir. Yəni, bu acı da olsa həqiqətdir. Yəni, bizə hər buraxılışda 9 iştirakçı müraciət edir və yarışırlar. O 9 iştirakçıdan biri, ikisi fərqlənir. Amma qalan o 7 nəfər stabil olaraq dayaz savada malikdirlər. Bu da bizi bir televiziya olaraq, məni bir gənc olaraq, aparıcı olaraq narahat eləyir ki, bəs bizim gələcəyimiz axı o gənclərin, o şagirdlərin əlində olmalıdır. Anladım. Kəmran müəllim, nədən gəlir? Hər halda əslində qalsa ən yaxın tariximizdir. İndi bizim bəxtimiz onda gətirir ki, biz bunu özümüz canlı şahidi olmuşuq, biz bilirik. Amma uşaqlarımız görməyiblər. İndi bunlara başa sal ki, belə olub. İlk öncə mən də hər birinizi salamlayıram. Təhsilə bu qədər önəm verdiyinizə görə təşəkkür edirəm. Hər birinizə çünki çox ağırlı problemlərimizdir. Müasir dövrü zəif tələbələrin, şagirdlərin bilməsinin birinci səbəbi məhz həmin mövzuların proqramda, tədris proqramında may ayına təsadüf etməsindən əlaqədardır. Müasir dövr dərsliklərdə kifayət qədər işıqlandırılıb. Yəni, 11-ci sinifin şagirdi 1988-ci ildən sonraki paragraflara gələndə gəlir may ayına çıxır. Aydındır ki, artıq bunlar may ayının ortasından etibarən məktəblər dərslikləri yığırlar və deməli, son paragrafların, son ildə baş verən proseslərin şagirdlər tərəfindən mənimsənilməsində bax, qüsurların birinci səbəbi bundan ibarətdir. O ki, qaldı tarix dərsliklərində dediyimiz məsələ. Bu yorğunluqla əlaqələndirirsiniz. Bəli, birinci səbəbi may ayının demək olar ki, onundan sonra orta məktəblərdə kitablar yığılır. Çünki istirahətə gedənlər var. Üzr istəyirəm, bir dəqiqə. Məncə, İlqar müəllim, bu 10-cu sinifin əlimdə göstərdiyim Azərbaycan tarixidir. Siz zəhmət olmasa bunun bir müəyyən vərəqlərinə baxın. Altı vərəqlərinə? Yox, ümumiyyətlə. O kitabı bir 15 dəqiqə o kitabı oxusaz, belə deyək, bu kitab adını dəyişib iqtisadiyyat kitabı qoysalar daha yaxşı olar. Yox, üzrsə, bu məsələ mən deyəcəm indi. Axı 10-cu sinifin tədris proqramı Azərbaycanda kapitalizm yaranması ilə təsvir. Bəli, feodalizmdən kapitalizmə keçid. Amma məsələn, o kitaba iradlarımız olacaq təbii ki, verilişin gedişində. Orada iqtisadi yönümünü, bəli, tütünçülüyün falan qədər faiz olması, onlar var. Azərbaycanda ilk dəfə olaraq 1850-ci ildən sonra 19-cu əsrin ikinci yarısında kapitalizm yaranır. Siz onu irad edin ki, bir dənə kitabda, üzr istəyirəm, 570 dənə fakt var, 606 dənə ad var. İnformasiyanın çoxluğundan irad bildirə bilərsiniz. Amma sırf orada iqtisadi yönümlü məsələlərdən 606 dənə şəxs adı çəkilir. Onu yazan müəllif belə, tam səmimi deyirəm, mən müəlliflə danışıb dedim ki, burada 570 dənə fakt var, ən aşağısı. 570 dənə faktın sən mənə 70-ini deyə bilərsənmi? Təbii ki, deyə bilməzsən. Murad, buyur. Bir məqam mütləq, bəli, mütləq. Mənə ən, belə biz hər həftə sualları hazırlaşarkən, sualları müzakirə eləyərkən departamentimizin rəhbərləri ilə bizim üçün ən böyük problem bilirsinizmi nədir? Bizim istər tarix olsun, istər ədəbiyyat olsun, bunlar sanki rus dilindən Azərbaycan dilinə tərcümədə verilir. Bu ümumi tarixə aid, Azərbaycan tarixə. Bəli, yəni kitabların əksəriyyətinə aiddir. Yəni, bu tərcümə şagirdin qavramasına təsir göstərir və şagird dərsi yaxşı qavraya bilmir. Çünki o natamam tərcümədir. Yəni, ümumiyyətlə, rus dilindən Azərbaycan dilində tərcümə olan dərslik, yaxı Azərbaycan gəncə lazım deyil. İcazə verirsiniz. Əskər müəllim, mütləq qadirəm. Mən imkan verəm ki, siz hamısına qulaq asasınız. Biz özümüz indi 4 nəfər mübahisə eləməyəcək. Əsas əsərimizin qəhrəmanı Leyla xanımdır və Leyla xanım, hər halda Leyla xanımın burada olmasına səbəb. Mənim aləmimdə, yenə də mən deyirəm, 1-ci Qarabağ müharibəsi barəsində dərsin olmamasıdır. Niyə Leyla xanım?
Çox sağ olun məni dəvət etdiyiniz üçün və efirdə imkan yaratdığınız üçün. Mən sizin verilişə baxa bilmədim, amma təqribi mövzunu bildim ki, bizim dərsliyimiz, yəni bizim dərsliyimiz deyəndə hamı bilsin ki, mən 5-ci sinif Azərbaycan tarixindən danışacağım. Burada Qarabağ müharibəsi ifadəsi və yaxud da o başlıqda paraqrafın olmaması tənqid oluna bilər. Amma bu o demək deyil ki, 5-cilərə biz Qarabağ müharibəsindən heç nə yazmamışıq. 4 paraqrafda Qarabağ müharibəsinin səbəb, nəticəsi, pik nöqtəsi olan Xocalı faciəsi izah olunub, təhlil olunub. Ümumən Qarabağ tarixinə aid 7-8 paraqraf həsr olunub. Mən üzr istəyirəm, siz Xocalı faciəsinin, Qarabağ müharibəsinin nəticəsi sayırsınız. Tərkib hissəsidir. Hər halda 92-ci ildə baş veribsə... Amma nəticə olaraq... Ümumi deyil axı, o Xocalı bir hissəsidir, bir parçası. Bir hadisədir orada, bir qanlı hadisədir. Soyqırımdır, bəli. Siz döyüşlərin, yəni konkret döyüşlərin dərslikdə verilməməsini deyirsiniz. Yəni, rayonlarımızın işğalını, Malbəyli döyüş olsun və s. Başa düşürəm nə demək istəyirsiniz. Rayonlar, bizim uğurlar, qəbul eləyirəm, amma sizə də belə bir sual verim. 5-ci sinif şagirdinə bunu vermək, təhlil etmək, sxemlərlə təhlil etmək və ondan nəticə almağa ümid edirsinizmi? Bəli, mən bu dəqiqə istədiyim. Buyurun. Mən bu dəqiqə istədiyim. O şəkilləri bilirsiniz, biz nə çətinliklə qoymuşuq, bilirsiniz niyə? Amma fakt qoymuşsunuz. Qoymuşuq. Bəli, olmaz əslində. 5-ci sinif şagirdinə olmaz. Hətta ağqara şəkillər vermişik ki, bu psixoloji cəhətdən pis təsir edə bilər. Amma qoymasaq da İttiham oluna bilərdi ki, Xocalı faciəsinin əsl simasını şagirdlərə necə çatdıracaqsınız? İndi mən sizə bir məqamı şəkili qoymaqdan olmazdımı ki, o mövzunu daha qabarıq? Mənim yadımda mən 5-ci sinifi tarixini neçənci ildə bitirmişəm. Amma mən sizə bu dəqiqə Karfagen döyüşünü sistemini çəkib göstərəm. Sovet təhsilinin yetirməliyik. Mən özüm də Sovet təhsili almışam. Orta təhsilimi 91-ci ildə bitirmişəmsə, deməli mən Sovet məktəbinin yetirməsiyəm. Amma bu demək deyil ki, bizim vətənpərvərliyimiz kimdənsə aşağıdır. Əksinə, biz işğal altındaydıq, belə deyək, SSR-nin tərkibindəydik, biz azadlığı daha çox arzulamışdıq və 92-ci, 93-cü illərdə aktiv tələbələrdən olmuşuq və deyərdim ki, o dövrdə siyasi məsələlər məhz biz gənclərin sayəsində, yəni uğurlar əldə olunurdu. Mən bunların hamısını başa düşürəm. Amma yox. Mənə faktlığında qalır. Mən oğluma, mən başa sala bilməyəcəm ki, abala sən orada olmuşam, harda olmuşsan? Nə də olmuşsan. Sizin narahatlığınızı başa düşürəm. Bəli, bu çox yaxşı halda ki, siz valideyn kimi bunun üzərinə düşmüşsünüz, jurnalist kimi bunun üzərinə düşmüşsünüz. Və ümumiyyətlə bugün o dövr deyil ki, biz şagirdə deyək ki, get bu paraqrafı əzbərlə gəl mənə danış. Təbii. Biz uşaqları tədqiqata sövq edirik. Tutalım, ola bilər sizin oğlunuz mənim şagirdimdir. Siz də evdə öyrətmişsiniz ki, get müəllimindən soruş gör bu haqda sənə nə keçəcək, nə öyrədəcək. Bəli, gəlir sual verir. Müəllim, bəs biz niyə Füzulinin işğalı haqqında, Ağdam işğalı heç nə öyrənmirik? Və mən onda tədqiqata sövq edirəm. Deyirəm, çox yaxşı. Yox, bu vəziyyətdən çıxış yoludur. Bu vəziyyətdən çıxış yoludur. Gəlin real danışaq. Niyə? Üzr istəyirəm, içində bir də kitabda hansısa məqam var idi. Burada bəs Leyla xanımdan bir şey soruşmaq istəyirəm. Buyurun. Yəni, belə deyək də, əslində Cavanşirin dövrü ilə Qarabağ müharibəsinin dövrünü ümumi müzakirə etdikdə müqayisə etmək istəyirsiniz. Ümumi, yəni tarixi bir şəxs kimi, tarixi bir dövr kimi paralellik olsa, Cavanşiri Babəkə daha biraz nədir, belə deyək də, dəqiqlik olmadan, fantastik, biraz şişirtmə yanaşa bilərik də, əfsanələr, xəyallar. Amma Cavanşirdə burada niyə görə İlqar müəllim? Sxemlər var. Misal üçün, Cavanşirin xarici siyasətinin istiqamətləri, onun işğalçılıq yürüşlərində səbəblər və yaxud da digərdə Komünistdən Cavanşirdə sxemlər, müqayisələr, fərqli oxşar cəhətlər, Xürrəmlər üsyanının səbəbləri, hamısında niyə görə cədvəllər, sxemlər var, amma Qarabağ müharibəsinə aid sxem yoxdur. İndi üzrsən, bu sual olaraq hərəkə qalsın. Əsgər mənim, həqiqətən də, niyə görə bütün bu məsələnin hamısını biz qambardırıq? İş arasındadır ki, sadəcə olaraq mən istəyirdim ki, siz diqqətdən qulaq asasınız ki, vəziyyət nə yerdədir? Və reklamdan sonra o sualların hamısının cavabını mən sizdən almaq istəyəcəm. Mənə bu lazımdır. Keçək reklamlara sonra davam edərik. Qaydaq və Əsgər mənim, buyurun. Bu qədər danışdıq. İlqar müəllim, mən sizə təşəkkür edirəm.
Bir günləri bu Azərbaycan tarixi dərsliklərindəki problemlər ki, müzakirə olunur. Bu bizim milli məsələdir. Xüsusən tarixlə bağlı məsələlərə biz həmişə yüksək önəm verməliyik. Atatürk'ün məşhur bir kəlamını xatırlatmaq istəyirəm. Deyirəm, siz telefonla danışanda da mən onu sizə xatırlatdım. Deyir, öz tarixini yaxşı bilməyən millətlər həmişə başqa xalqların ovuna çevirirlər. Biz heç vaxt bunu arzulamarıq öz millətimizə. Biz istəyirik ki, millətimiz öz tarixini yaxşı bilsin. Əgər millət tarixini yaxşı biləcəksə, onda vətənpərvər olacaq. Millət öz mədəniyyətini yaxşı biləcəksə, o mədəniyyətlə iftixar keçirecək. Bəzən görürsən ki, mətbuatda, bəzən televiziya verişlərində vətənpərvərlik məsələsindən danışanda elə bilirlər ki, uşağa desən ki, vətənpərvər olmaq lazımdır, o saat vətənpərvər olacaq. Vətənpərvərlik oradan başlayır ki, vətəni gərək tanıyasan. Vətənpərvərlik sözünün kökü vətəndir. Vətən anlayışı hamımızın üçün dərk olunmuş bir həqiqətə çevriləcəksə, onda biz o vətəni sevəcəyik. Onun yaxşı əməllərinə də, uğurlarla sevinəcəyik, kədərli gününlə də kədərlənəcəyik. O ki, qaldı sizin müzakirə açdığınız Azərbaycan tarixi dərslərlə bağlı. Mən bəzi bu ifadə biraz çox işlənən ifadə ancaq deməyə məcburam, yəni konseptual məsələ. Bu şey ki, müzakirə olunan məsələnin ki, kökündə duran ideologiya var, əsas strateji istiqamət var. Bununla istəyirəm bizim hörmətli tamaşaçıları məlumatlandırım. Yadınıza salıram, indi danışan bizim həmkarların danışığından belə anladım ki, tarix dərslikləri biri deyir ki, məlumat həddən çoxdur, bir başqası deyir məlumat azdır, bir başqası dərslikdən ensiklopedik tələblər irəli sürür, bir başqası deyir ki, başqa formada olmalıdır, biri dilini tənqid edir, biri üslubunu və s. və ilə. Mən sizin yadınıza salıram, hamımız o Sovet məktəbini bitirmişik. Burada oturanların indi çox az bir hissəsi müstəqillik illərində orta məktəbi bitirmiş insanlardır. Sovet dövründə Azərbaycan tarixi cəmi 2 sinifdə. 2 sinifin bütövlükdə saatları heç 20 saat təşkil eləmirdi. 20 saat dərs. Təsəvvür edin, 7 və 8 sinifdə. Sonra əsas təhsil 9 illiyə keçəndə onlar oldu 8-9 siniflər üçün. SSR tarixi dərsi keçilirdi. Onun içərisində geri gələndə Azərbaycan tarixi haqqında da bir məlumat verilirdi. Tarixə uyğun şəkildə, paralel. Ancaq Azərbaycan müstəqilliyə qovuşandan sonra bizim qarşımızda çox ciddi bir problem yarandı. İndi bir də qədər bunu mən təvəzzökarlıqdan uzaq hesab edirəm. O illərdə o dərslik şöbəsində mən işləmişəm, əsas aparıcı adam kimi. Mən o proseslərin içində olmuşam, bilirəm. Sovet hökuməti dağıldı, SSR dağıldı, məktəbdə dərslik yoxdur, nə edək? SSR tarixinə verilən bütün saatlar qaldı ortalıqda. Bunu nə edək? Onda məsələ qaldırıldı ki, SSR tarixinə ayrılan dərslərin hamısı, saatların hamısı verilsin Azərbaycan tarixinə. Təsəvvür edin, birdən-birə 20-30 saat həcmində olan fən qalxdı 362 saata. Bugün 362 saat 5-11-ci sinifdə Azərbaycan tarixi tədris olunur. Və təxminən o qədər də ümumi tarix, ümumi dünya tarixi. Bizi həm sağdan döyürdülər, həm soldan döyürdülər. Solçular döyürdülər ki, çox millətçilik edirsiniz, Azərbaycan tarixinə həddən artıq çox saat verirsiniz. Hətta ali məktəbdə, tarix fakültəsində heç 360 saat Azərbaycan tarixinə dərs ayrılmır. Sağçılar sağdan döyürdülər ki, yox, əksinə, ümumi tarixi də vermək lazımdır Azərbaycan tarixinə. Bütövlükdə o 720 saatın hamısı qoyun Azərbaycan tarixi öyrədilsin. Əlbəttə biz buna gedə bilməzdik, çünki söhbət təhsil qanununda da var, konstitusiyamızda da biz dünyayı dövlət qururuq, biz dünyaya inteqrasiya olunuruq, biz bütün təhsil sisteminin məzmununda 2 dəyərə aparıcı yer veririk. Milli və bəşəri dəyər. Mən üzrüzəm. Mən indi hansı bir məqama yaxın. Bu dəqiqə tamaşaçılar çox həqiqətən zəng edirlər. Deyirlər ki, necə ola bilər ki, Azərbaycanda üzrüzəm, Azərbaycanın bu qədər rayonu işğal olunub. Çoxdur. Çox təəssüf. Bu qədər şəhidimiz var. Allah rəhmət eləsin hər birinə. Şəhidlər xiyabanımız var və ikincisi, üçüncüsü də var. Deməli, biz hələ də şəhidlərimizi veririk. Hələ də cəbhədə atışma davam edir, müharibə gedir. Amma bununla belə biz Azərbaycan tarixinin 5-ci sinifinə bu barədə bir məlumat salmamışıq. İlqar müəllim, bir şeyin yadda saxlamaq lazım. 5-ci sinifin şagirdi 10-11 yaşında uşaqdır. 10-11 yaşında uşağa
bütün dərsi müharibədən danışmaq olmaz. Bəs tariximizi elə 11 yaşlı uşağa öyrətməliyik ki, o böyüyəndə bilsin. Bircə dəqiqə. Qarabağla bağlı 5-ci sinifin dərsliyində müəllimə Leyla xanım izah elədi. 4 mövzu verilibdir. Ondan əlavə digər mövzuların içərisində də milli istiqlala doğru bir mövzu var. O mövzuda da Qarabağda separatizmin başlanması 88-ci ildən o proses haqqında geniş məlumat verilir. İndi mən siyasi bir məqam salım. Erməni bizim düşmənimiz. Bu boyda quşağına, bu boydasa deyir ki, Aratvoy, Vrak, Turk. Böyüdür, deyir, tüşdür. Sərgi keçirdirlər, tədbirlər keçirdirlər. Onların dərsliklərini oxusaq, bəlkə də orada nələr var, hələ mən bilmirəm. Çox təəssüf əlimə keçmədi. Amma biz gözləyirik ki, uşaq bizdən nəsə soruşsun. Soruşsa, bu bir. İkincisi, gəlin etiraf eləyək ki, 5-ci, 6-cı, 7-ci sinifdə uşaq nə oxuyursa oxuyur. 8, 9, 10, 11 bu artıq fikirləşir ki, mən gələcəm ya birinci kursa, ali məktəb istiqamətində və tarix əgər tarixə getməyəcəksə, tarixi qoyur bir qırağa. Elə-belə qiymətini alır, gedir fizikasın, riyaziyyatın, ingilissin və hansısa bir başqa bir fən öyrənir. Əksinə son illərdə İlqar müəllim, Azərbaycanda ən pis tendensiya nədir? Bu saatçı Azərbaycanda əksəriyyət məktəblərimiz və buraxılış məzunlarımızın böyük əksəriyyəti humanitar profilli ali məktəblərə üstünür. Bu saatçı ali məktəblərdə dəqiq elmlər üzrə mühəndislik ixtisaslarına bu saat kimlər qəbul olur? Ən aşağı bal toplayanlar. Xeyr deməzdir. Biz ağıl dəryasına gələn uşaqlardan müəllim, bir-iki nəfərlə xeyr. Görün nə bənzərə yaranıb ki, biz kənd təsərrüfatı bilirsiniz, ölkənin agrar sektorudur. Agrar sektor sənayədən sonra ikinci ən böyük sahə. Bəlkə Azərbaycan əslində qalanda agrar ölkəsidir, daha çox sənayədən çox. Biz agrar fakültələrə məsələn qəbulu gələcəkdə nəzərdə tutulur ki, bəlkə elə orta məktəbin yekunlarına görə olsun. Yəni, söhbət ondan getmir ki, dərslikdə mütləq üstəgəl İlqar müəllim yadda saxlayın, əzizim, hər bir o faciəli günlərimizdə ya milli bayramlarımızda, dövlət bayramlarımızda məktəblilərə həmin gün ilk dərs o günün tarixi öyrədilir. Niyə siz unutursunuz? Vallahi həmin dərsə gəlmirlər. Bax, biz də bir Xocalı ilə bağlı indi. Vallahi həmin dərsə gəlmirlər. 20 yanvarda. Kim gəlmir? 20 yanvar günü şagirdlər deyir ki, məktəbdə dərs yoxdur. Bəli. Yox, 20 yanvar milli hüzün günüdür, iş günü deyil, ona görə gəlmir. Amma əsli qalsa həmin gün dərs günü olmalıdır. Yox, indi o milli hüzün günü bizim dövlət qəbili oluyubdur, əzizim, onu dövlət qəbili eləyib, iş günü deyil. Ondan qabaqçı günlər, 20 yanvardan qabaqçı gündə Xocalı hadisəsi olan 26 fevral naziri bu saatca bilirsiniz ki, prezident administrasiyasının rəhbərinin sərəncamı var. Sərəncama uyğun olaraq təhsil nazirliyi də tədbirlər planı təsdiq edib. O tədbirlər planının birinci bəndə odur ki, 26 fevral günü ilk dərs bütün təhsil müəssisələrində, orta məktəbdən tutmuş, ali məktəbə qədər birinci dərs Xocalı soyqırımına həsr olunur. Necə bu? Amma tək Xocalı ilə 20 yanvarda uşaq dərsə getməyibsə, ondan qabaqçı günün dərsdə keçir. Amma gəlin razılaşaq ki, onu tarixə salmaq daha sərfəlidir. İndi mən sizə sual verirəm. Tarixə salaq. Həftədə 2 saat Azərbaycan tarixi 5-ci sinifdə gedir. 5-ci sinifdə təkcə tarix öyrədilmir axı. 15-dən artıq fən tədris olunur. Bilirəm, amma istəyəməm, gəlin razılaşaq ki, axı biz niyə olan faktı inkar edirik ki, İnkar eləmirik. Niyə cəmaatda ictimai rəydə mənfi rəy formalaşdırırsınız? Çünki dərsliklərimizdə kifayət qədər, 5-ci sinifin dərsliyində də kifayət qədər material var. Dərsliklərdə, gündəliklərdə, dəftərlərdə təbliğat gedir və bağçadan artıq vətənpərvərlik tərbiyəsi başlayır. Vallah, o başqa şeydir. İlqar müəllim, hər bir məktəblinin məktəbli kitabçası deyilən bizim vaxtımızda gündəlik deyilimiz gündəlik var. Gündəliyin birinci səhifəsi unutmayla başlayır. Yəni Qarabağda işğal olunan, ermənilər tərəfindən işğal olunan hamısının tarixi hamısı verilib orada. İndi biz şagirdə
tamam hər şeyi incəliklərinə qədər dərsliyə verə bilmərik. Dərsliyin həcmi Necə məsələsi. olurdu ki, Sovet dövrünü Aha. qılıncının sağını solunu kəsən bir dövləti, alimləri, akademikləri mənim beynimə yerilirdi ki, Makedoniya ilə Aleksandr filan vaxtı filan yerdə filan döyüşə aparır. Mənim vecmə də deyir ha. Mən onu əzbər bilirəm. İlqar müəllim, Makedoniyalı İskəndər o sırf ideologiya ilə bağlı məsələ idi. Deməli belə çıxır ki, bizim belə çıxır ki, məntiqlə, belə çıxır ki, bizim bu dəqiqə bu kitabda ideologiyamız sıfırdır. Yox, niyə sıfır olur? Bir şeyi unutmayın. Bircə dəqiqə Leyla xanım. Siz nəzərə alın ki, 5-ci sinifin Azərbaycan tarixi sistematik tarix deyil. Bu tarix haqqında ən vacib hekayələrdir, hekayələr. Əzizim, bu ancaq 11-ci sinifin dərsliyində sizin dediyiniz məsələlər orada görmüşdür. İlqar müəllim, Ələskər müəllim deyir ki, 15-16 fən var, yəni sırf niyə tarixi? Yəni üzrsən, bu durub, birinci ona cavab verim ki, bu riyaziyyatda, kimyada durub Qarabağ müharibəsindən danışmaq biraz absurddur. Bir də... İnanın ki, kimyada da motivasiya quran zaman müharibə ilə əlaqə yaratmaq olar. Deyin necə? Onları dinamit, Nobel, dinamit... Bugün əgər müəllim hansısa təcrübə göstərəcəksə, xırda bir partlayış, xırda bir yanğın göstərəcəksə, onu müharibə ilə əlaqələndirə bilər. Yəni bu mümkündür. Bir də, İlqar müəllim, ikinci bir şey də, bizim gündəlik deyirsiniz bayaqda. Son bir ilə qədər, gündəlikdə bilirsiniz, arxada nələr var idi? Reklamlar. Müəyyən mobil operatorların, mebel dükanlarının, onların reklamları, gecə bir-birinizə pulsuz SMS yazın, filan qədər kondu. Yox, belə şeylər, son bir ilə qədər var idi bunlar. O, bilirsinizmi, İlqar müəllim, zəhmət İlqar müəllim, mən də Elçin müəllimin fikri ilə razı deyiləm ona görə ki, əvvələ gündəliklər Təhsil Nazirliyi tərəfindən təsdiq olunan məktəbli kitabçası adı ilə müxtəlif şirkətlər gündəlik buraxırlar, satırlar. Onlar təbii ki, reklamını verəcəkdir də, o adi... Buyurun Kamran müəllim. Üzr istəyirəm. Onun məzmununa Təhsil Nazirliyi və Buyurun, yaxşı ki, o həll olun dəli. Buyurun. Deməli, İlqar müəllim, bir məsələ deyim. Dərslikdəki problemləri bir neçə qrupa bölmək. Birincisi, faktla bağlı olan problemlər. İkincisi, qrammatik olan problemlər, sözlərin yazılışı. Bir də dediyiniz ideoloji, yəni Azərbaycan və Azərbaycan sınıfı, dil üslub baxımından olan problemlər. Dərsliklərimizdə bu problemlər var. Məsələn, mən bir neçə gündür araşdırma aparıram və görürəm. Amma bir məsələni bundan əvvəl müəllimin dediyinə deyim. Qəbul komissiyasının statistikasına görə Azərbaycan tarixi göstəricinə görə, uşaqların cavab yazmağına görə ən aşağı yerdə idi. Yəni 23-24% abituriyent cəmi cümlətanı Azərbaycan tarixinə cavab vermişdi. Bilirsinizmi? Yəni humanitar sahəyə meyl eləmək heç də bu sahənin populyarlığını göstərmir. Orta məktəblərdə tarixin tədrisinə ən böyük zərbə vuran məsələ mən bayaq da qeyd elədim, şəxsi danışanda. Əvvəllər 4 dənə rüb var idi. Bunlar indi bunu ləğv ediblər. Hər oxumayan orta məktəbdə uşağa deyirdin ki, ay bala, get tarixdən 2 dənə paraqraf öyrən gəl, sənə qiymət yazın. 4 dənə paraqrafda oxumayan uşaq il ərzində 8 dənə paraqrafı oxumuş olurdu. Bundan başqa sinifdən sinifə keçmək üçün imtahan verirdilər. Bunda da uşaq 3 dənə, deyirdin ki, 2 dənə bilet öyrəndin. Hər biletdə də 3 dənə sual olurdu. Bu deyilirdi 6 sual. Hər oxumayan uşaq istənilən fəndən ən azından 14 dənə paraqrafı öyrənmiş olurdu. İndi bunu yığışdırıblar. Rübli qiymətdə, bilirsiniz necə, istəyirsən, məcbursan, belə deyək də, yazmağa. Qiymət yazırsan, çünki gedəcək attestat imtahan verəcəksən, 2 yazmısan, bu uşağa sən dərs demirsən, ha? Uşaq özünün nalayıq aparıb, oxumayıb, sən 2 yazmısan. Amma gedib o mərkəzləşmiş imtahanda 5 alacaq. Və sənin verdiyin qiymət heçə bərabər oldu. Bu, müəllimin əməyinin, müəllimin fəaliyyətinin sıfıra endirilməsidir. Bu dərsliklərlə bağlı mən sizə fakt deyim. Nədir? Kamran müəllim, bircə dəqiqə. Sizin dediyiniz o rejim məsələsi, əvvələ rejim məsələsi Təhsil Nazirliyinin səlahiyyətində olmayan, o prezident fərmanı ilə təsdiq olunan rejim məsələsi. Dərs ilinin nə zamandan başlaması, neçə rübə bölünməsi, yaxud birinci yarım il, ikinci yarım... Tamam, başqa istiqamətdir. Başqa istiqamət. Fakt səhvdir də bu. Amma yox, müraciətin qiymətləndirməsindən heç bir dəxli yox. Mən öyrənməsini dedim, tarixin tədrisini dedim. O ki qaldı, bu vaxt bilirsiniz, gəlin 5-ci sinifi qoyaq kənara. Yaxşı, onda mənə deyin görüm. Buradakı
dərsliklər, məsələn, tarixlə ədəbiyyat dərsi arasında olan ziddiyyətlər. Aha, nədir? Adın düz yazılmaması, səhv yazılması. Məsələn, mən sizə dedim, kifayət qədər var. Burada, məsələn, yazır ki, Kəşkül qəzeti 1880-cı ildə çap olunur. Ara getdi. Amma gedib mənbəyə baxırsan ki, bu 80-cı il deyil, 83-cü ildir. Qəbul imtahanlarında bu sual istifadə olunur. Bu tipli məsələlər kifayət qədər çoxdur. Yox, əvvələ Mövzudan kənara Məsələrin problemidir, mövzudan kənarda deyil. Qarabağ müharibəsinin dərsliklərdə verilməsi məsələsidir bu. Qarabağ müharibəsi. Yəni biz bunu başqa müstəvidə də müzakirə edə bilərik. Sizlə biz monitoringdə görüşmüşdük 5-ci sinif Azərbaycan tarixi dərsliyinin təhlilində və Kamran müəllim, çox təəssüf edirəm ki, siz bu qədər gənc kadırsınız və siz artıq qiymətə də fikir verirsiniz. Biz əksinə, biz uşaqları qiymət üçün oxumaqdan uzaqlaşdırmağa çalışırıq və qiymətləndirmə bugün testlə summativlər, böyük summativlər vasitəsilə qiymətləndirmə aparılır, jurnalda qeyd olunur və şagird ümumiyyətlə tarix fənləri elə bir dərsdir ki, bunu məhz sevib oxumalıdır, qiymət xətrinə oxumamalıdır. Bu kitablarla sevmək olmaz, vallahi sevmək olmaz. Bayaqki sxem məsələsinə münasibət bildirin, birdən sonra vaxt çatmaz. Mənə yəni gənclər göstərdilər ki, orada sxemlər var, məsəl üçün Babəkə aid, Cavanşirə aid, amma müasir dövrün döyüşlərinə aid sxem yoxdur. Bilirsiniz, bu sxemləri tərtib edib ora vermək, döyüşlərinsə nə qədər məsuliyyətdir. Bilirəm. Mən bir müəllif kimi bunu tutalım ki, etmək istədim. Mən Hərbi Nazirliyə müraciət eləməliyəm. Xahiş edirəm, mənə dəqiq sxem, oxlar və xəritə üzərində oxlarla göstərilsin, mənə verilsin ki, mən bunu dərsliyə salım. Cavanşirin o sxemləri dəqiq və düzgündür, yəni sizcə? Orada haradasa, o sadəcə belə deyək, uşaqların səviyyəsində verilmiş bir cədvəldir. İndi mən sizə deyim. Başa düşürəm hamısını, həqiqətən də başa düşürəm. Qəbul edirsinizmi bu məsuliyyətdir? Bu dəqiqə mən deyim, bəli, məsuliyyət, amma bir məqamı deyim. Yuxarı siniflərdə var, hamısı çox gözəl. Mən sadəcə olaraq mənə 5-ci sinif mənə çox maraqlıdır, qarışdırmırıq, çox uzağa getməyək. Bəli. Düzdür. Tədris olunur, mən razıyam. Azərbaycan bu da elə bir ordu hazırlayır ki, maşallah onun qabağına çətin ki, bundan sonra kimsə deyana bilsin. Dövlət nə qədər pul tökür, bu göz qarşısındadır. İşləyirlər. Niyə? Ki, müəyyən problem ki var, Qarabağ problemi, mütləq bunu aradan qaldırmaq lazımdır. Bu qədər biz kömək eləməliyik, bu qədər, həqiqətən deyirəm, bu qədərdir bu. Əgər həqiqətən də Ali Baş Komandan bu problemi üzərində götürüb və bunu həll edirsə, biz bu qədər ona kömək eləməklə və orada yazsaq ki, məsələn də... Siz elə bir fikir yaradırsınız ki, sanki biz kömək etmirik, laqeyd münasibət var dərslikdən. Sadəcə siz döyüşlərin orada verilməsinə münasibət. Tək döyüşdən söhbət getmir. Mən yenə də deyirəm, söhbət tək döyüşdən getmir. Ümumiyyətlə, 1-ci Qarabağ müharibəsi mən deyirəm ona. Çünki ikincini inşallah gözləyirəm. 1-ci Qarabağ müharibəsi deyilən bir müharibə oldu. Abala, ay Məmməd, ay Cahandar, ay Həsən, ay Hüseyin, ay Samirə, ay filan kəs. Bu 4 paragrafda biz nədən yazmışıq? Müharibədən yazmamışıq mı? 4 paragrafda mən 100% mən istəyirəm ki, uşaq... Ola bilsin, siz 1-ci Qarabağ müharibəsi ifadəsini axtarırsınız dərslikdə. Yox. Mən orada çox şey O 5-cilər üçün, yəni bilirsiniz, bir dəqiqə üzr istəyirəm. Çox şey axtaram, mən üzr istəyirəm. İndi bizi kəsməsinlər, yəni bir abr olmayan bir-birimizin qabağında. Müzakirə edəcək reklamlarda, hələ indi keçək reklam və xəbərşi. Amma hər bir halda mən çox istəyirəm ki, bu günlərin biz bir ortaq fikir tapaq. Mən hücuma keçmirəm. Çox gözəl olar. Həqiqətən hücuma keçmirəm. Mən sadəcə istəyirəm ki, mən üzr istəyirəm ki, mənə lazımdır ki... Ayrıca paragraf. Neçənci sinif? 11-ci sinif. 11-ci sinif. Çox gözəl. Çox gözəl. Bu var, həqiqətən. Sizə dedim ki, sistematik... Bu var. Amma nə yaxşı olardı ki, mən dedim, nə yaxşı olar ki, 5-ci sinifdə də bu uşağın beyninə yeridir. Necə ki, mənim beynimə yeridiblər. Pompeyin familiyası mənim yadımdan çıxmır, adı familiyası. Strateg nədir, mənim yadımdan çıxmır. Beləncə də bizim uşaqların beynində yeridər. Strateg bizim dərslikdə də var. Hamısı izah olunur. Keçək, ondan sonra davam edərik. Getdik. Əsgər müəllimin verdiyi həmin o 11-ci sinif tarixi kitabını bu dəqiqə oxuyuram və dediniz ki, müharibə burada var. Başa düşdüm. İsaq Məmmədov, rəhmətli Tahir Qafarov, Xaqani Məmmədov, Şövkət Ağayeva, Murad Vəliyev, Şərqiyə Məmmədov, Ağası Hüseynov, Əkbər Qocayev. Adı çəkilən bu şəxslər bu tarix kitabını yaradıblar və 1-ci Qarabağ müharibəsi bəlli məsələdir. Siyasi böhranın dərinləşməsi.
Xronoloji olaraq mən başlayım axtarmağa bizim işğal məqamlarımızı, hansılar ki bizə işğal ediblər. Deməli, tapıram, Qarakənddə vertolyotumuz vuruldu, bəli, düzdür. Kərkicahan, Malıbəyli, Quşqullar, Daşaltı əməliyyatı, aydındır. Xocalı, bəli, faciəmiz var. Rəhim Qaziyev, heç, beləcə, Şuşanın iştirilməsi, aydın məsələdir. Sonra Xalq Cəbhəsi, Müsavat hakimiyyəti və s. və ilaxır. Mən müharibə olan məqamları axtarım. Ağdərə əməliyyatı Goranboy istiqamətində bir cümlə ilə bizim qələbəmiz qeydə alınıb, bir cümlə ilə. Hərçənd ki, o bizim ən uğurlu əməliyyatımız idi. Erməniləri məhv eləmişdi orada. Onu məhz həmin o dediyimiz o vətənpərvərlik ruhun bir cümlə ilə yox, çox gözəl formada yazmaqla ki, filan kəs, filan şey artırmaq olar. Bir cümlə yetdi. Ondan sonra gəlirik. Axtarım yerə də 92-93 Kəlbəcər, Ağdərə Kəlbəcər düşmən tərəfindən tutuldu. Bəlli məsələdir. Sonra yenə də mən axtarım bizim rayonların işğal olunma məqamlarını. Talış Muğam Muxtar Respublikası, Əlikəm Hümmətov, Kələki kəndində olan hadisələr və artıq gedirəm mən yavaş-yavaş yenə də bir balaca əlləri məsələ ki, Hanı? Axtarma, tapmayacaqsın. Axtarmayın, özünüz görün. Deməli, bir şeyi yadda saxlamaq lazımdır. Ağdam bizdədir, Füzuli bizdədir, Qubadlı bizdədir, Cəbrayıl bizdədir. Sadəcə bizə elə gəlir ki, düşməndədir. Zəngilan bizdədir. Bizə elə gəlir ki, düşməndədir. Bizə elə gəlir. Ruhən bizdədir. 11-ci sinif. İlqar müəllim, yadda saxlayın ki, dərslik ensiklopediya deyil. Dərslikdə hər şey oyunlu. Təbii ki, o 1-ci Qarabağ müharibəsindən danışan müəllif əgər burada olsaydı, o onun mahiyyətini özü şərh eləyərdi. Ancaq məsələ bundadır ki, dərslik tədrisdə strateji məsələdir. Lakin dərslik hər şey deyil. Dərsliyə hər şey salmaq da mümkün deyil. Hər bir dərsliyin riyaziyyat dərsliyindən gedir söhbət. Azərbaycan tarixindən gedir söhbət. Çox xərcləyirəm, Murad bəl. Hər bir dərsliyində ona ayrılan tədris saatına uyğun həcm müəyyənləşdirilir. Tarix yeganə dərslikdir ki, tarix dərsliklərində, ədəbiyyat dərsliklərində, dil dərsliklərində... Siz Azərbaycan tarixini məhv edirsiniz. Bəli, niyə məhv edirik? Azərbaycan tarixini bayaq mən sizə çəkdim ki, misal çəkdim ki, bugün orta məktəbdə tədrisi çox geniş. İndi onu yaxşı öyrədilir. Necə öyrədilir o məsələn? Olur ki, Azərbaycan tarixi ilə bağlı İran İslam inqilabı barədə məlumat salmaq mümkündür. Azərbaycanın rayonlarının işğal olması və əsl düşmənimizin kim öldürülməz olması barədə o kitabın o başqa səhifələrini oxusanız orada var onlar hamısı. Necə olur ki, bəli, Ələsgər Ələşbəri o barədə yazmaq olar, Gəlin Qayası barədə operetta yazmaq olar, hamımız oxuyanlar var. Bəli, amma necə olur ki, bizim qan tariximiz hansıdır ki, bizim uşaqlarımız qırılır. Gəlin bir məsələni aydın özümüz üçün müəyyənləşdirək. Gəlin razılaşaq ki, bizim burada tarixdə səhvimiz var və biz bu günlər elə burada o tarixdəki buraxdığımız səhvə elə burada etiraf eləməliyik. Gəlin, məndən deyin, elə onunla bağlı məsələyə qaydıram. Demək, yadınıza salıram ki, hökumət artıq təhsil sahəsində dövlət strategiyasını təsdiq edibdir. Strategiyanın artıq tədbirlər planı, fəaliyyət planı hazırlanıb, yəqin yaxınmazda təsdiqlənəcək. Həmin strategiya və tədbirlər planı təsdiqlənənə qədər neçə min uşaq Qarabağ müharibəsi barədə heç bir məlumat niyə Qarabağ müharibəsi xəbərsiz olaraq heç bir məlumat niyə Qarabağ müharibəsi haqqında hər bir informasiya vasitələrinin hamısında gündəlik elə uşaqlar hər gün eşidirlər. Biz ikinci dərəcəliyik. Əsas budur, əsas kitabdır, əsas dərsdir, əsas məktəbdir. Nədir? Elə siz yenə bu 5-ci sinifin dərsliyindən tutursunuz 10 yaşlı uşağa, bütöv hər şeyi bir dərsliyə... İlqar mənim, zəhmət olmasa mən fikrimi... Leyli xanım, siz etiraf edirsiniz ki, burada səhvdir. Səhv yox. Bu, ümumi vahid Azərbaycan tarixi konsepsiyasıdır. Bu dərslik öz qiymətini ümummilli liderimiz Heydər Əliyevdən qiymətini almışdı. Deyim niyə? Allah rəhmət eləsin. Ki, bu 2012-ci ilin kitabıdır. Bu ata yurdu dərsliyi əsasında yazılmış bir dərslikdir. Və ulu öndərimizə Azərbaycanın dərslikləri təqdim olunan zaman o dərsliklərin içərisindən bu 5-ci sinif Azərbaycan tarihi, yəni ata yurdunu xüsusilə seçib və gənclərin vətənpərvərlik tərbiyəsində, hətta 5-ci sinifdən başlayaraq buna başlamasını yüksək qiymətləndirmişdir və sizin diqqətinizi cəlb edirəm bunun üzərindəki xəritəyə. Mən bunu köhnə variantında gətirmişəm, göstərə bilərəm. Siz bilirsiniz ki, bu xəritə nə qədər dövlətlər arasında mübahisələrə səbəb olub və bu məsələ ulu öndərimizin qarşısına çıxarılan zaman o
demişdi ki, mən tarixçilərin işinə qarışa bilmərəm. Bu bütün Onlar Azərbaycanlı müstəqildirlər, tarix yazırlar. Mən dövlət başçısı kimi onların işinə qarışmıram. Gəlin Və belə, nəticədə mən sizə başqa bir şey deyim. Gəlin ümummilli lider Heydər Əliyevin adı ilə özümüzü qorumayaq. bir dəqiqə. Mənim bu Gəlin barədə ondan- danışmağa haqqım var deyin niyə? Xeyr, Çünki biz mən onun bu dəqiqə- irsini araşdırıram. İcazə verin Çox bir balaca. gözəl. Mənim Mən üzrsə, mən sizə qulaq asım indi bir dəqiqədə Buyurun, buyurun. polemikamızı aparaq. Bu böyük şəxsiyyətdir və yenə də deyirəm, o Azərbaycan dilini də, ədəbiyyatını da, tarixini də, hər şey qaldırdı, Özü qoydu də yüksək səviyyəyə tarixçidir. və deyir ki, bundan sonra siz aparın. Tarixçidir. Bəli, bu şəkil, bəli, mübahisəyə səbəb olmalıdır. Bəli, tarix elə yazdırdı, ha? Bəli. Sübut eləməliyik ki, bizim Bəs kitdə. onda niyə Amma siz burada sübut edirsiniz ki, Qarabağ müharibəsi olmayıb. Əlavə eləmək olar. Əlavə eləmək olar. İlqar müəllim. Ölənlərimiz rəhmətdir. Əlavə eləmək Allah olar. kömək olsun. Bax bunu İlqar deyin müəllim. də. Bizə kömək edin bu barədə. İlqar müəllim. Bizə İlqar sxemləri müəllim. əldə eləməkdə, xəritəni əldə etməkdə kömək edin. Bayaq İlqar müəllim. fasilə vaxtı dediniz. Leyla xanım, Üzr istəyirəm. İlqar müəllim, Hə. bir şeyi unutmaq lazım deyil. Gəlin. Bir-birimizi ittiham eləməklə biz heç yerə Mən ittiham eləmirəm. Görün Mən nə də deyirəm. deyirəm ki, müəllimsiz, bizim uşaqlarımızı, məni böyüdürsünüz. Sizin müzakirələr hakim məhkum müstəvisində gedir. Əstağfirullah. Gəlin, məsələni qətiyyən. gəlin elmi müstəviyə keçirdək. Qardaşım, əgər qeydləriniz varsa, təklifləriniz varsa, Təhsil Naziri göstəriş verib, mən sizə bir sənəd göstərmək istəyirəm. Bax, Facebookda gedən məlumatlar. Dair monitoring, Facebookda mikrofon yaxın dərsliklərlə tutun, bağlı. bəli. Facebookda Bəli, dərsliklərlə Aha. gedən gündəlik məlumatlar, mediada gedən bütün məlumatlar gündəlik toplanılır və bunlar hamısı təhlil olunur. Burada olan qeydlər hamısı gələcəkdə dərsliklər yenidən tərtib olunanda, yaxud yenidən nəşr olunanda nəzərə alınır. Əzizim, mən sizə buradan bircə misal çəkmək istəyirəm. Burada orta əsrlər tarixi ilə bağlı bir məqamı yazıblar. Çox yaxşı edib. Nə olar ki? Mikrofonu yaxın tutun, üzr istəyirəm. Bəli. Orta əsrlər tarixi 8-ci sinifin kitabında dərslikdə belə bir məlumat gedib ki, bəs Nəsrəddin Tusinin tədqiqatlarından Toskanelli bir də olum istifadə edib və ilə axır. Bəli, bunu Amerikan kəşfi ilə bağlı. Bu Amerikan kəşfi ilə bir-iki gün bundan qabaq da Mədəniyyət kanalında bununla bağlı bizim Şamaxı Rəsədxanasının aparıcı alimlərindən biri çıxış eləyirdi Akif Əlinin verilişində. İndi görün bunun haqqında, bunu oxuyan, Facebookda yazan nedir? Bunu başlayıb onu lağa qoyur. Lağa qoyur ki, belə çıxır ki, Amerikaya gedəndə bizə səfirlik dad verəcək, viza verəcəkdir. Bilirsiniz, bizim tənqid eləmək mədəniyyətimiz istədiyimiz səviyyədə deyil. Tənqid eləmək olar. Ancaq tənqidi burada sinə razıyam. Bir misal təhqirə keçmək olmaz. Biz istəyirik ki, dərsliklər, keyfiyyətli dərslik yaradaq. Biz də onu Azərbaycanda gəlin açıq etiraf eləyək. Dərslik yazmaq təcrübəsi cəmi 22 illik tariximiz. 22 il normal tarixdir və biz o yaxşı dərslikləri nə vaxt yazacağıq? Növbəti 22 ildən mi sonra? Murad, bir məqam var. Üzr istəməsi. Deməli, 22 il deyir, Sovet hökumətinin qılıncının dağılının qabağı da kəsən dövrdə Moskvada 13 institut dərslik nəzəriyyəsi ilə, təhsili məzmunu ilə məşğul idi. 70 ildə Sovet hökuməti stabil dərslik yarada bilmədi və ona görə yarada bilmədi ki, dərslik məsələsində son nöqtəni qoymaq və bu ideal dərslikdir, ştampını vurmaq mümkün deyil. Ona görə biz nazirlik belə bir strateji xətt çəkib. 1-ci 6-cı sinifin dərslikləri yeni kurikulum əsasında hazırlanıb məktəblərə verilib. Nazirlik elan edibdir ki, kimin həmin dərsliklərlə bağlı nə iradı, nə təklifi varsa, onu ya nazirliyə, ya da bizim tələbə qəbulu üzrə Dövlət Komissiyasının bircə bizim portalımız yaradılıb, dərslik portalı. Həmin portala yazırlar, onlar hamısı araşdırılır və onlar dərsliklərin ya təkrar nəşrində, ya da yenidən hazırlanmasına nəzər alınır. Sizin müzakirə etdiyiniz kitablardan yalnız 5-ci sinifin dərsliyi, yeni dərslik. Bir məqam. Leyla xan, sizin də diqqətinizə. Mən üzr istəməsi. Mən sözümü deyim. Vaxt. Bayaqdan danışa bilmirik, əskər müəllim. Sonra da dayanacam, danışmayacam. Deməli, nazirlik məktəblərə dərsliklərin keyfiyyətli getməsini təmin eləmək üçün addım atıbdır. Bu addımı ictimaiyyət bilməlidir. Biz demişik. Bəli.
Daha dərsliklər hər il 2 sinifin dərsliyini sifariş veririk biz. Hər il bir dərslik olurdu. Bu il 2 dərslik sifariş verilir. 7 və 8-ci sinif. 7-ci sinif dərsliyi veriləcək sentyabrda məktəbə, ancaq 8-ci sinif verilməyəcək. 8-ci sinif bir il sınaqdan keçəcək məktəblərimiz. Test versiyası. Və o səhvlər, nöqsanlar varsa onlar hamısı düzəldiləcək növbəti ildə. Və bu prosedur hər il davam edəcək. Yəni Nazirliyin mövqeyi budur ki, heç bir dərslik müəllifin qələmindən çıxan kimi məktəbə getməsin. İsti aydın. Sınaqdan keçirdək, sonra eləyək. Nazirlik bu strateji xəttinə sadiqdir və biz hesab eləyirik ki, nə qədər qeyd varsa, işin xeyrinə ola bilər. Ancaq əlbəttə söhbət konstruktiv qeyd. Təbii, razıyam. Daha yoxsa Facebookda bizim Azərbaycan şagirdini nə deyirlər, vətənpərvərlik hissi yaradan ki, bizim böyük alimimiz Nəsrəddin Tusinin ideyalarından Amerikanın kəşfində istifadə olunubdur. Bu sözü lağa qoyur ki, qoy görək. Başa düşdüm. Hər adam bu istiqamətdə... Bu cür münasibət olmaz. O ki qaldı, bəx adını çəkirəm, siz deyirsiniz, strategiya qədər eləmək lazımdır. Hər halda bu işlər edilibdir. Strategiyada bütün dərsliklərin 1-dən 11-ə qədər hamısının 12-lik sistemə uyğunlaşdırılması, dərsliklərin yenidən yazılması prosesi başlayacaq. Yəqin ki, yaxın illərdə. İnşallah, təki başlasın. Kimin nə təklifi varsa, mən buradan ictimaiyyətə müraciət edirəm. Təklifləri göndərir sizə. Kimin dərsliklərdə nə qeydləri varsa, nə sözü varsa, ya dərslik portalına, ya Təhsil Nazirliyi ictimaiyyətə göndərsin. Bayırdı mən Əsgər müəllim, çox sağ olun. Vaxt övümüzü yıxdı bizi. Əsgər müəllimin bir fikrində mən həqiqətən dəstək oluram. Nədə? Şurasındadır ki, mən həqiqətən elə başdan xərəblər Facebookda var. Hətta Albert Ağarunov kimi Azərbaycan milli qəhrəmanını da təhqir eləmişdilər. Elə ağılsızlara təbii. Onu da göstərdi ki, belə nakəslər də var. Və bir məqamı da hamımızın diqqətinə çatdırım. Deməli, bu həqiqətən telefon zəngləri çox gəlir. Valideynlər var və həmin o valideynlər həddən artıq çoxdur. Niyə? 5-ci sinifdə oxuyan deyirlər ki, burada həqiqətən hamısı xahiş edir ki, dəyişiklik olsun. Dediyimiz o Qarabağ məsələsi, birinci Qarabağ müharibəsi eləyə bilərdi Leyla xanım. Əlbəttə, əlbəttə. Bu elə bir həssas mövzudur ki, burada siz necə düşünə bilərsiniz ki, biz buna yanaşmamız tam mənfi olub və s. Biz, yenə deyirəm, yaş mərhələsini nəzərə alaraq bunu et. Əgər doğrudan da ictimaiyyətdə belə bir ümumi fikir varsa ki, bir neçə paragrafda hətta bu verilsin, xəritələri ilə, sxemləri ilə izah olunsun. Ayrıca bir fəsil kimi də vermək olar. Bəli, əlbəttə, mümkündür. Fəsil kimi də. Bu belə, bunu da başa düşdük. Minnətdarıq, çox son həqiqət edirik ki, bunu əlavə eləmək olar və bu səhvləri biz düzəltməliyik. Lap gözəl. Səhv deməyin də, əlavələri etməliyik. Səhv deməyin bizim kitaba. Tarixin axı yazılmaması, tarixin göstərilməməsi tarixçinin böyük səhvidir. Bu bir mənalıdır. Yazılmayıb, bu ümumi pafosla deyilmiş söz. İstənmə, Murad. Bilirsiniz, pafosla danışmıram buraya. İstənmə. Murad müəllim, Qanı qaynayır. Murad müəllim, nəzərə alın ki, dərslik, ensiklopediya deyil, hər şey verir. Yaxşı, üzr istəyirəm. Tarix məqam, bəli. Deməli, necə olur ki, deyirsiniz ki, məsələn, Qarabağ 11-ci sinifin Azərbaycan tarixində Qarabağ müharibəsindən bağlı paragraflar və sizin dediyiniz faktlar yoxdur. Amma necə olur ki, 1-ci Dünya müharibəsi və 2-ci Dünya müharibəsinə 6 dənə paragraf ayıra bilirik. Bilirsiniz, bir-bir əməliyyatlar, işğallar, döyüşlər və burada iştirak 11-ci sinifin Azərbaycan tarixində necə olur ki, hamısı 2-ci Dünya müharibəsi var, amma Qarabağ müharibəsi yoxdur. 6 paragraf ayırmışsınız. Mən sizə deyim. Diviziyalar var, döyüşçülər var. Kamran müəllim, bu dəqiqə mən sizə deyim. O jurnalistikada da var, bizdə var. Copy-paste deyilən qəşəng bir taktika var da. Təbii ki. Buradan çıxartdın, qoydun. Yox, onunla bağlı deyim. Qarabağı hardan çıxardacaqsan? Qarabağı tədqiq eləmək lazımdır müharibəni. Yəni necə olur ki, orada bütün əməliyyatlar və şəxslər yaza bilirik, Qarabağda yaza bilirik. Copy-paste, problem yox. Əskər mənim, üzr istəyirəm. Bir cümlə ilə. Deməli, Qarabağla ki, bu qədər danışırıq, çox yaxşı. Yadda saxlayın ki, Təhsil Nazirliyi ümumiyyətlə təhsilin məzmununda Qarabağ məsələsini və vətənpərvərlik mövzusunu prioritet elan elədi. Çünki bu tərbiyə məsələsində çox vacib kampaniyadır. Mən üzümüzə gələn 2014-ün sentyabrına həqiqətən artıq gözüm. İndi vaxt keçdi da. Amma hər halda 2004-cü ilin sentyabr yeni tədris ili həqiqətən yenə də oturub o kitaba baxacağam. Bilməm, indi olacağım ya yox. Amma fakt hər halda efirdə biz niyə görə... Artıq 7-ci sinif dərslikləri yazılır. Orada Qarabağ müharibəsi olmayacaq. Biz orada mövzu orta əsrlərdən söhbət gedir. Amma
biz müəllimlər müstəqildir. Hər zaman təqvimdə biz bu hüzn günlərini qeyd edən ərəfədə dərs qurmaqda müstəqili. Amma orta əsrlər dərsliyinə birdən-birə Qarabağ müharibəsini salmaq mümkün deyil. Bu yenə 5-ci sinifdə və 9-cu sinif kitablarında mümkündür. Mən başa düşürəm ki, 7-ci sinif siz sentyabrı gözləyirəm dediniz ona görə. Mən bilirəm ki, bizdə istəyəndə biz hansısa bir məsələni çox operativ həll edə bilirik. Mən çox gözəl başa düşürəm ki, biz istəsək, həqiqətən də çox operativ olaraq 2014-cü ilin sentyabrına dərs başlayanda tamamilə başqa bir tarix kitabı 5-ci sinifdən çıxa bilərik. Təkrar nəşrdə bəli, eləmək olar. Onu da nəzərə alın ki, İlqar müəllim. Pul var, İctimaiyyətdə belə təsəvvür yaranmasın ki, 5-ci sinifin tarix dərsi sentyabrda yeni olacaq. Hər bir dərsin istifadə müddəti 4 ildir. Dövlət 4 il, onu 4 ildən sonra vəsait ayırır onun təkrar nəşrinə. Allah qoysa növbəti nəşrdə, o təbii ki, o siz dediyiniz iradlar bu və ya başqa formada nəzərə alınır. Müəyyən məqamlar var ki, həmin məqamlarda biz nəyisə gözləyə bilərik. Ola bilər ki, bəli, mən yaxşı bir bədən quruluşuna malik olmaq istəyirəm və mən yaxşı yeyirəm, aylarla məşq edirəm, nəyisə gözləyirəm, bu səhvimi mən düzəldirəm. Amma bizim tariximiz elə bir məqamdır ki, o bugünün sabahına artıq saat keçidi var ha, o çox şeyi həll edir. Növbəti nəşrinə vaxt çıxacaq, Allah bilir. Buyur. Deməli, 4-cü il, buyur. Əsgər müəllim bildirir ki, bizdə dəyişikliklər, yəni kitab çapı ilə bağlı 4 ildən tez mümkün deyil. Bu Osmanlı tarixində 1299-cu ildən ta 1923-cü ilə qədər, hətta 1920-ci illərin əvvəllərinə qədər belə bir fakt var idi ki, ən çox qiymət verilən, geniş yer ayrılan sahə məhz tarix idi. Köhnə tarixlərdə olmuş hadisələri, döyüşləri müqayisə edirdilər. Öz səhvlərinin nəticələrini, yəni səhvdən səbəblər nəticələri araşdırılırdı. Hətta xüsusi bir şüar, məşhur şüar orada formalaşdırılmışdı ki, tarixini bilməyən millətin coğrafiyasını dəyişərlər istənilən zaman. İndi bizdə belə bizimki kimi. Bizdə yenə deyirəm, biraz kimlərəsə tutaq ki, mən tarixçi ilə söhbət edirəm Qarabağ müharibəsi ilə bağlı. Deyir ki, biz məğlub xalqıq. Biri deyir, yəni məğlub xalqıq, bunu uşağa deyir, bunu aşılamayaq, düzdür? Buna çox adam qabardır da xüsusilə. Amma bəs əgər məzlum xalq obrazı yaratmayağın deyir. Yaxşı, bəs üzr istəyirəm İlqar müəllim. Biz hər gün biz deyirik ki, Qarabağı qaytaraq. Bu uşaq şagird fikirləşmir ki, biz qalibiksə, bizim onda Qarabağ nəyimizə lazımdır? Biraz burada ziddiyyətli təzadlar yaranır həqiqətən də. Yəni bunları İlqar müəllim bayaq deyir, biz səhvi etiraf etməyi, bunu səhv adlandırmağı özümüzə, necə deyim, biraz ayıb bilirik, yoxsa yaraşdırmırıq. Burada səhvi danışmaqdansa real olan faktı, o səhvi göstərib və onu aradan qaldırmaq lazım. Yoxsa xüsusilə burada misal üçün, hansısa 1991-dən 93-cü ilin 15 iyununa qədər hakimiyyətdə olanlar, itirilən torpaqlar, orada ən azından ANS-in istəyir rəhbərliyi olsun, istəyir İlqar müəllim siz olun, Qarabağda hər biriniz döyüşmüsünüz, olmuşsunuz. Xüsusilə o tarixçilərdən daha yaxşı bilən, hətta adi sıravi bir döyüşçülər Qarabağla bağlı olan prosedurları tarixçilərdən, o müəlliflərdən 1000 dəfə daha detallı, təfsilatlı bilirlər. Onları belə, onların da fikrini nəzərə almaq lazım. Təbii veteranlarla söhbət eləmiyorlar. Heç nə yox. Bircə dəqiqə deyim, Elçin müəllimin fikirləri ilə mən razı deyiləm. Siyasəti dərsliyə gətirmək olmaz. Siyasi məsələləri dərsliyə, şagirdə siyasi məsələni kitablarımız məzmunu nədən ibarətdir? Siyasəti məktəb dərsliyində şagirdləri müxtəlif iqtidarlara görə ayırmaq olmaz. Şəxsi məsələ. Yaxşı, və yoxsa niyə görə, bir dəqiqə üzr istəyirəm. Yönümünə görə şagirdləri biz parçalaya bilmirik. Yaxşı, üzr istəyirəm. Niyə görə bəs orada prezidentlər təhqir olunur? Sakit, mən xahiş edirəm bir dəqiqə. Ümumiyyətlə, mən burada tamam başqa məqamlara toxunuram. Bəli, söhbət artıq gedir tamam başqa istiqamətə. Mövzudan kənara mən əsgər müəllimlə bəli, müəyyən məqamlarda razıyam ki, bəli, siyasi prosesləri bura gətirmək çox şədir. Çünki hələ həmin siyasi proseslərin özü sona qədər çözülməyib. İlqar müəllim, bir də dərslə bağlı məsələn deyil. Bu mübahisəli məsələ ümumiyyətlə dərsliyə gətirilməməlidir. Biz müəlliflər məsuliyyət daşıyırıq. Orada mübahisəli məsələ. Kamran müəllimin ən çox belə deyək də istinad etdiyi yuxarı sinif dərsliklərdir ki, orada uyğunsuzluqlar və yaxud da faktlarda problem. Deməli, biz tarixçilər ortaq məxrəcə gəlməmişiksə, onu dərslikdə... Gəlin ki, mənim oğlum üzr istəyirəm, hər halda vaxt bitdi, çox təəssüf vaxt bitdi. Allah köməyimiz olsun. Mən həqiqətən 2014-ün sentyabrında gözləyirəm. Amma bugündən bizim buraya yığışmağımızın əsas səbəbi var idi. O da tarix kitabı, qeydlər.
biz belə çıxdı ki, tarixçilərimizə kömək eləməliyik. Problem yoxdur, həqiqətən deyirəm eləyək. Və inşallah nəticəsini görsək lap yaxşı olar. Və istər sosial şəbəkələrdə, istər hansısa bir məqamlar, hamısını həmin istiqamətə göndərək, problem deyil. Bilirəm, qonorar sistemi halal xoşvuz, hamısı üstün. Amma mənim əsas, mənim tariximi mənə mənim tarixim kimi verin. Veririk də hamısını da. Dediyimiz bu Ali Hərbi Məktəb kömək edəcək. Nazirlik özü mən bilirəm ki, kömək edəcək 100%. Güclü insanlar özləri kömək edəcək. Dövlət özü kömək edəcək. Bizə kömək yalnız, yenə də deyirəm, həmin döyüşlərə aid xəritələr, sxemlər olsa, o da hələ görürsünüz. O dəqiqə yaranır. Amma mən əgər bunu orta məktəbdə keçirsinsə, universitetdə nə keçəcək? Fakt azalmalıdır. Vaxt azalır, bəli. Çox təəssüf vaxt azalır. Hər halda. Allah qoysa tarixçilər indi hazırda məktəblinin tarix ensiklopediyasını hazırlayırlar. O siz dediyiniz çoxlu məsələlər orada olacaq. Tarix ensiklopediyası, dərs kitabı qalıb, tarix ensiklopediyası o ikinci dərə. Vallahi hamısı əsas budur, kitab, dərs kitabı, əsas budur. O konstitusiya kimi də əsas budur. Nəysə, yox, vaxt çox təsir sıxır. Belə, təqiq edirəm, mən gözləyirəm, mən bilməm bundan sonra nə baş verəcək və nələri edə bilərik, amma fakt, hər halda hər birimizə həmin o tarix lazımdır. Hər birimiz, ola bilsin, səhvlər haradasa bıraxıram, həmin səhvləri vaxtında da təmizləməliyik. Niyə? Təsəvvür edin ki, bu dəqiqə oturublar Ermənistana baxıb bizə güllər ki, мы правильно да сделали, их выиграли, да. У них же истории нету. Onlar da onu bizə deyirlər. Onu eşitməməli. Dərd orasındadır. Neysə, salamat qalın. Əsas odur.